Hala baxım kim tapa bilər. Sizə indi bir heyvan şəkli göstərirəm. Mən onun adını nə Talış dilində bilirəm, nə də ki Azərbaycan dilində. Əgər onun adını bilsəniz, zəhmət olmasa yorumda qeyd edərsiniz. O heyvanı mən həmişə televizorda görürəm. Çox maraqlı heyvandır. Ona görə belə bir qərara gəldim ki, onun şəklini sizə təqdim edim. Onun adını mən öyrənmək istəyirəm. İndi isə başlayaq.